Sevgili Kıbrıs Türk Haber izleyicileri, an itibariyle şu anda Azerbaycan'da çok güzel bir hafta sonu. Azerbaycan'da hafta sonu olunca tabii insanlar gayri ihtiyari olarak tüm sevdikleriyle birlikte hafta sonunu da fırsat bilip parkları ve bahçelere akın eder. Azerbaycan'ın zaten park ve bahçeleri oldukça önemli, sanat için de çok önemli. Çünkü tüm sanatseverler de Azerbaycan'da hafta sonu park dediniz mi kendini tutamaz. Hele piyano çalmayı bilen bir sanatkar varsa direkt piyanonun başına oturur. Aynı arkadaşımız gibi piyano çalar ve zaten biliyorsunuz dinlediniz onun o güzel piyano ifasını sizlerle paylaştık. Evet, seni tanıyalım. Benim adım Maksim. Evet, biraz dönebilirsin istersen Evet. sevgili Maksim. Mənim 19 yaşım var. Evet. Uşaqlıqdan musiqi ilə məşğulam. Demək olar ki, 12 il musiqi içindəyəm. Həyatın yarısı vermişəm musiqiyə, çünki bu mənim bir həyatın mənasıdır, həyatın bir parçasıdır. Mən bunun içində hansısa bir nə vaxtsa maraq tapmışam, indiyənə kimi də tapıram və axtarıram. Bu işlə məşğulam və çalışıram ki, Azərbaycanda musiqi həmişə birinci yerdə olsun. Çünki Azərbaycanın köhnə və old style mahnılar həmişə yaşayırdı bizim ürəyimizdə, həmişə də yaşayacaq. Ona görə çalışıram ki, musiqi həmişə dinləsinlər, həmişə oxusunlar, həmişə üzündə gülümsə olsun ki, musiqi qulaq asanda. Yəni onu demək istəyirəm və çalışıram ki, Azərbaycanda rus musiqi olsun. Evet. Çünki axır vaxtlar görürəm ki, Azərbaycanda çox az sayda Rus mahnıları dinləyirlər və çalışıram. Aslında Müslüm Maqomayev severler zaten Bəli, Rusça dinliyorlar aslında zaten, değil mi? Bəli, Müslüm Maqomayev çox musiqi rus dilində yazırdı. Sadəcə Müslüm Maqomayev mahnıları çox vaxt Azərbaycanca tərcümə eləyirlər və Azərbaycan dilinə qulaq asırlar. Sadəcə rus dili ölür və mən bir insan, bir vətəndaş olaraq çalışıram ki, Azerbaycan'da Rus mahnı hiç vaxt ölməsin. Bu arada hemen tabii söyleyelim, sen aynı zamanda yarı Rus, yarı Azerbaycanlısın, değil mi? Yox, mən təmiz Rusam, sadəcə Öyle mi? Azərbaycanda doğulmuşam və Azərbaycanda burada yaşıyorsun. Bəli, burada böyümüşəm. Ona görə bura mənim vətənimdir. Ama Azerbaycan gerçekten çok iyi. Çox sağ olun, çox sağ olun. Allah Peki razı olsun. Kuzey Kıbrıs Türk Cumhuriyeti'ni biliyor musun? Yani Şimali Kipr'i biliyor musun? Bəli, bilirəm. Belə deyim də, mənim Kiprdə neçə bir dostum qalır. Evet. Onlar da burada yaşamışdılar, burada böyümüşdülər, buradan gediblər və arada bir gəlirlər, heç gəlmək istəmirlər, açıq sözü deyim. Kıbrıs'ı çok sevdiler o zaman. Kipri çox sevdilər. Yəni bu dəqiqə Kipr onlar üçün başqa bir ailə, başqa bir dünyadır. Ona görə heç oradan gəlmək istəmirlər. Peki Kipir'deki kardeşlerin için ne söylemek istersin? Bir de Kipir'deki sanatseverler için neler söylemek istersin? Mən demək istərdim ki, musiqi təkcə Azərbaycanlılar üçün yazılmayıb, bütün ölkələr, bütün insanlar üçün yazılıb və istəyərdim ki, cəmaət musiqi dinləyəndə ürəyindəki bütün problemlər, ürəyindəki bütün necə deyim, yüklər, hər şey çıxarsın və musiqi elə dinləsin ki, belə rahat, belə gülümsə olaraq da, yəni belə aslında ruhuyla dinlesinlər. Ruhuyla dinləsin ki, musiqi yaşasın, həmişə yaşasın. Çünki musiqi elə şeydir ki, bizim içimdəki stresi çıxardır və bir də salmır içəri. Ona görə istəyərdim ki, bütün ürəklərdə musiqi yaşasın. Evet, Maksim bu güzel sohbet için çok teşekkür ediyoruz ve Siz sana sağ olun. sanat yolculuğunda uğurlar arzu ediyoruz. Çok sağ olun. Allah razı olsun. Ve her zaman seni Kipr'e bekliyoruz. Dileriz ki İnşallah. Kipr'de da çok güzel rezitaller verebilirsin. İnşallah, Evet. inşallah gələrəm. Söz vermirəm ama çalışaram. Mutlak bekleyeceğiz. Tamam, sağ olun. Evet sevgili izleyenler, Kıbrıs Türk Haber ekranlarında güzel bir hafta sonunu fırsat bilip güzel bir sohbet yaptık sevgili Maksim'le. O burada çok güzel bir piyano ifasında bulundu. Ve galiba kapanışımızı da bize armağan edeceği bir çalışmayla sonlandıracağız. Tamam. Buyurun. O zaman sahne sende tamamen.